Salam əziz şagirdlər, mən Hilal kursları riyaziyyat müəllimi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi 4-cü mövzu sınavının riyaziyyat üzrə olan 25 sualının izahını verəcəm. Başlayaq 51-ci sualdan. Sualda soruşulur ki, aşağıdakı bucaqlardan neçəsi korbucaqdır? Bilirik ki, korbucaq 180 dərəcədən kiçik, 90 dərəcədən böyük olmalıdır. Onda biz bizə verilən bucaqların içərisində 90 dərəcədən böyük, 80 dərəcədən kiçik olan bucaqları axtarırıq. 1, 90 dərəcə düz bucaqdır, bunu götürmürük. 2 və 3. Doğru cavab 3, Y variantı. 52-ci sual. Şərtdə bizə ifadə verilib. Bu ifadənin qiyməti 420-dir və ona əsaslanaraq biz A üstəgəl B üstəgəl C cəmini tapmalıyıq. Əvvəlcə bizə verilən ifadədə 7-ni mötərizə xaricinə çıxartsaq, 7 çıxsa 7 A-nı 7-yə bölürük A üstəgəl 7B-ni 7-yə bölürük B üstəgəl 7C-ni 7-yə bölürük C bərabərdir 420. 7-ni neçəyə vursaq 420 alınır. Tapmaq üçün 420-ni 7-yə bölürük. Alınır A üstəgəl B üstəgəl C bərabərdir 60. Doğru cavab A variantı 60. 53-cü sual. Bizə tənlik verilib, tənlikdən x-i tapmalıyıq. Axırdan əvvələ qaydaq. Hansı ədəddən 9 çıxsaq 76 alınır. Tapmaq üçün 76-nın üzərinə 9 gəlirik. 85. Ən sonuncu əməl hansıdır? 5-ə vurmaq. 5-i neçəyə vursaq 85 alınır. 85-i 5-ə bölürük. 17. 17-ni buradan silirik. Mötərizəyə çatdıqsa bu mötərizə və onun digər tərəfindəki mötərizə açılır. Qalan ifadəni aşağıdan köçürək. Qalır belə bir ifadə. Tərəfdəki ifadə sağ tərəfdə də bərabərdir 17. Neçəni 3-ə bölsək 17 alınır. Tapmaq üçün 17-ni 3-ə vururuq. 51. Mötərizəyə çatdıq. Bu mötərizə və onun digər tərəfi açılır. Qalır 7x çıxıq 28. Burada artıq mötərizəyə ehtiyac yoxdur. Üstəgəl 30 bərabərdir sağ tərəfdə 51. Neçənin üzərinə 30 gəlsək 51 alınır. Tapmaq üçün 51-dən 30-u çıxırıq. Bərabərdir 21-ə. Nədən 28 çıxsaq 21 alınır? Azalan, belə düşünək, çıxılan fərq. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. 28-in üzərinə 21 gəlirik. 7x 49-dur. X-i də tapmaq üçün 49-u 7-yə bölürük. X bərabərdir 7-yə. Doğru cavab D variantı 7. 54-cü sual. Şərtdə deyilir ki, 3 qutu boya ilə 18 kvadrat metr sahəni boyamaq olar. Bəs 126 qutu ilə kvadrat metr sahəni boyamaq olar. Qutuların sayı neçə dəfə artır? 126-nı 3-ə bölürük, qutuların sayı 42 dəfə artır. İstədilən boya qutularının sayı 42 dəfə artıbsa, onda boyamaq istədiyimiz sahə də 42 dəfə artacaq. Yəni 18-i 42-yə vururuq. Bərabərdir 756. Deməli 756 kvadrat metr divarı boyamaq olar. Doğru cavab C variantı 756. 55-ci sual. Bizə 2 bərabərlik verilib. Bu bərabərliklərdən x üstəgəl y cəmini tapmalıyıq. Əvvəlcə onları alt-alta yazaq. İndi belə yazsaq. Bizə artıq 5x üstəgəl 6y cəmi verilib. Elə digərini də onun altından yazaq. Yəni yazaq 6x üstəgəl 5y bərabərdir 72.
Sonra alt-alta toplayırıq. X-ları bir-biri ilə, Y-ləri bir-biri ilə, ədədləri bir-biri ilə. 5x üstəgəl 6x 11x, 6y üstəgəl 5y 11y, 82 üstəgəl 72 bərabərdir 154. Bu bərabərlikdən 11-i mötərizə xaricinə çıxardırıq. 11-i çıxartsaq, 11x-i 11-ə bölürük x üstəgəl, 11y-i 11-ə bölürük y bərabərdir 154. 11-i neçəyə vursaq 154 alınır. Tapmaq üçün 154-ü 11-ə bölürük. X üstəgəl y bərabərdir 14. Elə bizdən x üstəgəl y soruşulur. Doğru cavab B variantı 14. 56-cı sualda bərabərsizlik verilib. X-in bu bərabərsizliyi ödəyən natural qiymətlərini tapmalıyıq. Biz bilirik ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti kiçik olan kəsir kiçikdir, sürəti böyük olan kəsir böyükdür. Onda məxrəcləri ataq, elə sürətləri müqayisə eləyək. 7 kiçikdir x-dan, x də kiçikdir 17-dən. 7 ilə 17 arasında natural ədədləri fikirləşməliyik. 8, 9, 10, 11, 12 bu qayda ilə 16-ya qədər davam edəcək. Qiymətlərin burada sayını soruşur, neçə qiymət. Qayda belədir. Əgər birinci və sonuncu ədədlərin heç biri sayılmırsa, bu ədədlərin sayını tapmaq üçün sonuncu ədəddən birinci ədədi çıxırıq, 17-dən 7 çıxırıq və 1 çıxırıq. 17 çıx 7, 10, 1 çıxırıq 9. Bu ədədləri saysaq da 9 olacaq. Doğru cavab D variantı 9. 57-ci sual. Şərtdə deyilir ki, avtomobil hər 50 km yola 8 litr benzin işlədir. Bu qayda ilə avtomobil 850 km yola nə qədər benzin işlədir? Gedilən yol 17 dəfə artıq, yəni kənarda 850-ni 50-yə bölsək 17 olacaq. Yol 17 dəfə artıbsa, işlədilən benzin də 17 dəfə artacaq. Yəni, nə qədər benzin işlətdiyini tapmaq üçün 8-i 17-yə vururuq. Alınır 136, doğru cavab C variantı. 58-ci sual. Burada 4-ə bölünən ədədlərin sayını soruşur. 4-ə bölünmə əlaməti belədir. Ədədin son 2 rəqəminin yaratdığı ədəd 4-ə bölünürsə, verilən ədəd 4-ə bölünür. 30 4-ə bölünmür. Bu ədəd 4-ə bölünməz. 0 4-ə bölünür. Bu ədəd 4-ə bölünəcək. 84 4-ə bölünür. 7884-də bölünəcək. 60 4-ə bölünür. Onda 5660-da bölünəcək. 12 4-ə bölünür. Onda 30512-də bölünəcək. 24 4-ə bölünür. Onda 124-də bölünəcək. 72 4-ə bölünür. Onda 3572-də bölünəcək və sonuncu 68 bölünür. Deməli 1068 bölünəcək. Neçə ədəd soruşur? Birincidən başqa hamısı da 2, 4, 6, 7 ədəd. Doğru cavab Y variantı. 59-cu sual yaş məsələlərinə aiddir. Şərtdə deyilir ki, indi, buraya yazaq indi və sonra. Söhbət kimdən gedir? Qız və anadan. Şərtdə deyilir ki, indi ananın yaşı qızın yaşının 4 misli qədərdir. Yəni, qızın yaşına x desək, ananın yaşı 4 mislidir, yəni 4-ə vururuq 4x. Sonra deyilir ki, qız ananın indiki yaşına çatanda, yəni qızın yaşı 4x olanda. Ananın 63 yaşı olacaq. Deməli, belə fikirləşirik. Qızın yaşı nə qədər artdı? Qızın yaşı 3x qədər artdı. Onda ananın da yaşı 3x qədər artacaq. Qız üçün neçə il keçirsə, ana üçün də həmin qədər il keçir. Onda ananın yaşı 4x idi, 3x artdı, oldu 63. Toplasaq 7x bərabərdir 63. X-i tapmaq üçün 63-ü 7-yə bölürük. X bərabərdir 9. Ananın indiki yaşını soruşur. Ananın indiki yaşı 4x-dir. 4 vur 9, 36. Doğru cavab A variantı.
60-cı sual. Bərabərsizliyin natural həllərini tapmalıyıq, sonra onların içərisindən sadə ədədləri seçməliyik. Əvvəlcə bərabərsizliyi götürək. Əgər çıx kitsə, hər tərəfin üzərinə 2 gəlirik, 12, sağ tərəfdə olur 24. İşarə dəyişmir, kiçik bərabər, kiçik. Ortadakı çıx kini silirik, çünki hər tərəfin üzərinə 2 əlavə etdik, qalır 2x. İndi vur 2-dirsə, sol tərəfi də 2-yə bölürük, sağ tərəfi də 2-yə bölürük. 2-yə bölsək 6, 2-yə bölsək 12, vur 2-dirsə 2-yə böldük, 2-ni silirik, ortada qalır x. İşarə necə var elə. 6 ilə 12-nin arasında natural ədədlər 6-nın özü, çünki bərabər var. 7, 8, 9, 10, 11. 12-ni yazmırıq, çünki orada bərabər yoxdur. Soruşur neçəsi sadədir? 1, 2-si. Doğru cavab B variantı. Altmış birinci sual. Şərtdə deyir düz bucağın, yəni 90 dərəcə. 5də 4 hissəsi, yəni 90-ın 5də 4-ünü tapırıq. 90-ı 5-ə bölsək 18, 18-i 4-ə vursaq 72. Soruşur ki, 90 dərəcə, 5də 4 hissəsi, yəni 72 dərəcə 90 dərəcədən nə qədər kiçikdir? Tapmaq üçün çoxdan azı çıxırıq. 90 dərəcədən 72 dərəcəni çıxırıq, 18 dərəcə kiçikdir. Doğru cavab D variantı. 62-ci sual. Birinci yeşikdə ikincidən 22 kiloqram çox qarağat var. Yəni ikinci x-dir, birinci də 22 kiloqram çox, x üstəgəli 22-dir. Soruşur ki, birincidən ikinciyə nə qədər əlavə etməliyik ki, bərabərləşsin. Belə suallarda fərqin yarısı qədər əlavə etməliyik. Yəni 22-dirsə fərq, 22-nin yarısı 11 kiloqram çoxdan aza əlavə etməliyik. Doğrudan da birincidən 11 kiloqram götürsək, x plus 11 qalar. İkinciyə 11 kiloqram əlavə etsək, x üstəgəl 11 olar və bərabərləşər. Doğru cavab 11 Y variantı. 63-cü sual. Şərtdə deyir ki, su şirkəti hər gün 72 qab su satır. Hər qabda 10 litr su var. Bu eləyir 720 litr. İndi 1 litri 25 qəpiyə satırsa, 720 litri neçə qəpiyə satar? 720-ni 25 qəpiyə vururuq. 720-ni 25-ə vurmaq əvəzinə 720-ni əvvəl 4-ə bölək, sonra 100-ə vuraq. Çünki 100 bölü 4 25 eləyir. 720-ni 4-ə bölsək 180, 180-i 100-ə vursaq 18.000 qəpik. Əvvəl qəpik idi, yenə də qəpikdir. Amma sualda manatla soruşur. Biz bilirik ki, 1 manat 100 qəpikdir. Onda qəpiyi manata çevirəndə 100-ə bölürük, olur 180 manat. Doğru cavab D variantı 180. 64-cü sualda şərtdə deyilir ki, Mehinin 2010-cu ildə 5A yaşı var. 2027-ci ildə 2027 yox, daha doğrusu. Əvvəlcə 1995. 1995-ci ildə 2A yaşı var. Tapaq görək ki, illərin fərqi nə qədərdir? 1995-dən 2010-cu ilə qədər neçə il keçib? İllərin fərqi olur 15 il. Bəs neçə yaş artıb? 5A-dan 2A-nı çıxırıq, 3A yaş artıb. Deməli, 3A 15-dir. 3A 15-dirsə, 1A-nı tapmaq üçün 15-i 3-ə bölürəm, 1A 5-dir. A-nı tapdıq. İndi qayıdırıq bu hissəyə. Mehinin 5A yaşı var idi. A-nın yerinə tapdığımız 5-i qoyuruq. 5 vur 5, 25 yaşı var. Mehinin neçənci ildə 25 yaşı var? 2010-da. Mehinin 2010-cu ildə 25 yaşı varsa, bəs 2027-ci ildə neçə yaşı olacaq? Neçə il keçir? 17 il. Mehin neçə yaş böyüyəcək? 17 yaş. 25-in üstünə 17 gəlirik. Mehinin olacaq 42 yaşı. Doğru cavab C variantı.
65. 65-də tənlik verilib. Tənlikdə iki mötərizənin içərisində x var. Əvvəlcə paylama qanunu ilə mötərizələri açmalıyıq. 3-ü 2-yə vururuq. 6x üstə gəl. 3-ü 5-ə vururuq. 15 üstə gəl. 4-ü 3-ə vururuq. 12x yenə üstə gəl. 4-ü 2-yə vururuq. 8. Qalan hissəni olduğu kimi köçürürük. 14 bərabərdir 99. Sadələşdirək. 6x ilə 12x-i toplayırıq. 18x. 15 üstə gəl 8. 23. Çıx 14. 9. Bəs plus 9 yoxsa minus 9. Böyük ədədin qarşısındakı işarəni yazırıq. Üstə gəl 9. Bərabərdir 99. Hansı ədədin üzərinə 9 gəlir? Tapmaq üçün 99-dan 9. 18x bərabərdir 90. 18-i nəyə vursaq 90 alınır. Tapmaq üçün 90-ı 18-ə bölürük. X bərabərdir 5. Şərtdə deyilir ki, tənliyin kökünü tap. Tənliyin kökü elə x-dir. X da 5-dir. Doğru cavab A variantı. 66-cı sual. Təkliflərdən neçəsi doğrudur? Birinci, natural ədədlər sonsuz saydadır. Bəli, 1-dən başlayır və sonsuz davam edir. Bu doğrudur. İkinci təklifdə deyilir ki, hər mərtəbənin 3 sinfi var. Amma burada bu sözlərin yeri dəyişik olmalıydı. Hər sinfin 3 mərtəbəsi var. Çünki təkliklər sinfində minlik, onluq, yüzlük mərtəbəsi var. Minliklər sinfində minlik, 10 minlik, 100 minlik mərtəbəsi var. Yəni sinfdə 3 mərtəbə olur. Mərtəbədə 3 sinif olmur. 2 səhvdir. 3-də deyir ki, bir rəqəmli 9 dənə bir rəqəmli natural ədəd var. Bəli, bu doğrudur da. 1, 2, 3, ta ki 9-a qədər. 9 dənə bir rəqəmli natural ədəd var. 4-də deyir ki, 2 rəqəmli ədədin soluna, yəni qarşısına 3 yazsaq, ədəd 300 vahid artar. Bəli, doğrudur. Belə də yadımızda saxlaya bilərik. Və yaxud bir nümunə götürək. Tutaq ki, ədəd olsun 12. 12-nin soluna 3 yazsaq, olacaq 312. 312 idi, 12 idi, 312 oldu. Nə qədər artdı? 312 vahid artdı. Daha doğrusu 300 vahid artdı. Yəni doğrudur bu. 5-də isə deyir ki, A B-dən kiçikdir. Hər tərəfdən S çıxsaq, işarə dəyişər, böyük olar. Xeyr, işarə dəyişməməlidir. Məsələn, bir nümunə götürək. 9 kiçikdir 10-dan. Hər tərəfdən 2 çıxsaq, 7 kiçik olur 8-dən. Burada axı işarə dəyişmir, amma bizə təklifdə deyilir ki, işarə dəyişir. Deməli, 5 səhvdir. Neçəsi doğrudur? 1, 3, 4, 3 dənəsi. Doğru cavab C variantı. 67-ci sual. 3 ədəd verilib. 1, 2, 3. İkinci ədəd birincinin, birinci olsun x. Birincinin 6 mislindən 6x. 30 vahid çox, yəni üstəgəl 30. Üçüncü ədəd ikincinin yarısı. 6x-in yarısı deyirsə 2-yə bölürük. 6x-i 2-yə bölürük. 3x, 30-u 2-yə bölürük 15. Sonra deyilir ki, bu ədədlərin cəmi 405-dir. Toplayaq. Cəm deyirsə toplamalıyıq. 1x, 6x, 3x olur 10x. 30 ilə 15-i toplasam 45, bərabərdir 405. Nəyin üzərinə 45 gəlsək 405? Tapmaq üçün 405-dən 45-i çıxırıq. 10x bərabərdir 360. Onu nəyə vursaq 360. Tapmaq üçün 360-ı 10-a bölürük. X bərabərdir 36. Bizdən sualda nə soruşur? İkinci ədədi tap. İkinci ədəd 6x üstəgəl 30-dur. X-in yerinə yazırıq 36. 6 vur, x-in əvəzinə 36, eləyəcək 216. Üstünə də 30 gəlsək, olacaq 246. Doğru cavab B variantı 246. 68-ci sual. Şərtdə deyilir ki, 4 ardıcıl 1, 2, 3, 4. 5-ə bölünən natural ədədin cəmi 210-dur. Ən kiçik ədədi tapın.
Bunu tənlik quraraq eləyə bilərik və yaxud belə edək. 210 bölünsün 4. Alınır 52, qalıqda qalır 2. Qalıq bizə lazım deyil. Deməli, ardıcıl ədədlərin cəmini sayına böləndə ortadakı ədədi tapırıq. Burada ortadakı ədəd köməkçi ədəddir. 52-dən əvvəl necə ədəd tapmalıyıq? 5-ə bölünən. 52-dən əvvəl 5-ə bölünən ədəd 50, ondan əvvəl 5-ə bölünən ədəd 45, 50-dən sonra 5-ə bölünən ədəd 55, 55-dən sonra 5-ə bölünən ədəd 60. Bizdən nə soruşulur? Ən kiçik ədəd, ən kiçik ədəd 45. Doğru cavab A variantı. 69. Şərtdə deyilir ki, iclasda valideynlərin 16-sı ana, 20-si isə atalar idi. Onda bütün valideynlər 16 üstəgəl 20, 36 nəfər olublar. Analar bütün valideynlərin hansı hissəsidir? Analar, yəni 16 nəfər, bütün valideynlərin, yəni 36 nəfərin hansı hissəsidir? Sualı verəndə, yəni hissəsi sualını soruşanda cümlədə birinci adı çəkiləni sürətə yazırıq, ikinci adı çəkiləni məxrəcə. İxtisar gedir, sürət və məxrəc hər ikisi 4-ə bölünür. 4-ə bölsək sürətlə 4, 4-ə bölsək məxrəclə 9. Doğru cavab A variantı. 70-də deyir ki, Nadir hər gün 4 ətir satır. Əgər Nadir bir günə 4 ətir satırsa, 2 günə 2 vur 4, 3 günə 3 vur 4, x günə isə x vur 4. Yəni 4x qədər ətir satar. İndi bu qədər ətir satır. Var idi 74 ətir. Satdı 4x ətir. Nə qədər qaldığını soruşur. Nə qədər qaldığını tapmaq üçün cəmi ətirlərin sayından satdığını çıxırıq. Doğru cavab D variantı. 71-ci sual. Şərtdə deyilir ki, Murad pizzanı 8 bərabər hissəyə böldü, 5-ini yedi. Onda Murad pizzanın 8-də 5-ini yeyib. Hissəsindən 5-ini. Aydın eyni ölçülü pizzanı 6 hissəyə bölüb, demək ki, məxrəc 6-dır. Sonra 4-ünü yeyib. Sürət 4-dür. Aydın 6-da 4-ünü yeyib. Soruşur ki, hansı doğrudur? Aydın 6-da 4 hissə pizza yeyib. Doğru cavab C variantı. 72-ci sual. Deməli, birdə deyir ki, diametr radiusun yarısına bərabərdir. Diametr radiusun yarısına bərabərdir. Xeyr, radius daha kiçikdir. Radius diametrin yarısına bərabərdir. 1 səhvdir. İkincidə deyir ki, çevrənin diametri həm də vətərdir. Çevrənin diametri çevrənin iki nöqtəsini birləşdirir və mərkəzdən keçir. Vətər də çevrənin hər hansı iki nöqtəsini birləşdirir. Onda diametr vətər kimi iki nöqtəni birləşdirir. Deməli, diametr vətərdir. Bu doğrudur. 3. Deyir ki, radius çevrənin iki nöqtəsini birləşdirir. Radius çevrənin mərkəzi ilə çevrənin bir nöqtəsini birləşdirir. Mərkəz çevrəyə aid deyil. Deməli, burada iki nöqtəsini birləşdirir. Sözü yanlışdır da, mərkəzini və bir nöqtəsini birləşdirir. 3. 4. Çevrənin sonsuz sayda diametri var. Çevrə üzərində sonsuz sayda nöqtə olduğu üçün o nöqtələri 2-2 birləşdirməklə, mərkəzdən keçərək, bəli, sonsuz sayda diametr çəkmək olar. 4 doğrudur. 5-də deyir ki, radiusu 24 metr olan çevrənin diametri 480 desimetrdir. Diametr radiusun 2 qatıdır. Əgər radius 24 metrdirsə, onda diametr onun 2 qatı olur. 24 vur 2, 8 metr. Cavabda desimetrlə ifadə olunub. 1 metr 10 desimetrdir. 48 metr olacaq 480 desimetr. Yəni 5 doğrudur. İndi bizdən soruşur ki, neçəsi doğrudur?
Neçəsi doğrudur deyirsə, 3'ü doğrudur. Burada 3'ü, yəni doğru cavab 3. 72-ci sualda doğru cavab 3. 73-cü sual. Şərtdə bir-birinə xaricdən toxunan 3 çevrə verilib. Çevrələrin radiusları şərtdə verilib 4, 7, 8. Alınan üçbucağın perimetrini soruşur. Deməli, üçbucağın tərəfləri radiuslardan təşkil olunub. Mərkəzi A olan çevrədə 2 radius çəkilib, hərəsi 4-dür. Mərkəzi B olan çevrədə də 2 radius çəkilib, hərəsi 7-dir. Mərkəzi C olan çevrədə yenə 2 radius çəkilib, hərəsi 8-dir. Onda üçbucağın perimetri olacaq bu ədədlərin cəmi ancaq 2 qatı. Hər çevrənin içərisindən 2 radius çəkilib. 11, 11-in üstünə 8 gəlsək 19, 19-u 2-yə vursaq, doğru cavab olur 38 santimetr. Yetmiş dördüncü sual. Şərtdə 4 bucaq verilib. Bu bucaqların hamısı birlikdə tam bucaq yaradır. Yəni 360 dərəcə. Bucaq 1, 2, 3, 4. 4'ü birlikdə tam bucaq yaradır. Cəmi 360 dərəcədir. Bucaq 2, 3, 4'ün cəmi şərtdə verilib 236. Onda bucaq 1'i tapmaq üçün 360 dərəcədən digər 3 dənə bucağın cəmini, yəni 236-nı çıxırıq. Alınır bucaq 1 bərabərdir 124 dərəcə. Doğru cavab 124. 75-ci sual. Deməli, birinci. Şərtdə deyilir ki, 42 dərəcəli bucaq, onda sürətə yazırıq 42. Açıq bucaq 180 dərəcədir. Hansı hissəsini təşkil edir? 180-də 42. Cavablarda 180-də 42 yoxdur. Onda biz 180-də 42-ni ixtisar edirik. Sürət və məxrəc hər ikisi 6-ya bölünür. 6-ya bölsək 30, 6-ya bölsək 7. Deməli, 1-ə uyğun gəlir 30-da 7 hissəsi Y variantı. 1, Y. Keçdik 2-yə. Cəmləri 150 dərəcə olan iki bucaqdan biri digərindən 5 dəfə böyükdür. Deməli, biri x, digəri 5x. Cəm 150. Toplasaq, 6x bərabərdir 150. 150-ni 6-ya bölürük, x-i tapırıq 25. Onda kiçik bucaq 25 dərəcədir. Böyük bucaq isə 5 dəfə böyükdür. 25-i 5-ə vururam, 125. Onda bizdən böyük bucağı soruşur. Böyük bucaq 125 dərəcədir, C. Deməli, 2-yə uyğun gəlir C. Buradan C-ni silirik. Gəldik 3-ə. Saat 11:00-ı göstərəndə saat və dəqiqə əqrəbləri arasındakı bucağı tapmalıyıq. Birincisi, saat və dəqiqə əqrəbləri fırlananda çevrə cızır. Yəni 360 dərəcəli bucaq yaradır. Təxmini saatın bölgülərini çəksək, deməli 12, 6, 3, 9, saat 11 tamam belə olur. Saat əqrəbi 11-in üstündə, dəqiqə əqrəbi isə 12-nin üstündə. Belə. İndi bizdən bu bucağı soruşur. Bir tam çevrə 360 dərəcədir. Onu 12 hissəyə bölsək, iki bölgünün arasındakı qövs 30 dərəcə olur. Söhbət bu qövslərdən gedir. Bu qövs 30 dərəcədir. Onda saat 11 ilə 12-nin arasında bir ara var. Bir ara da elə 30 dərəcədir. Cavab olacaq 30 dərəcə B variantı. 3-ə də uyğun gəlir B. Doğru cavab 1, Y, 2, C, 3, B.